Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki Naxçıvan duz istehsalı MMC-də istehsal və qablaşdırma dayandırılıb. Xəbər verilir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, Duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb. Nazirlik əhalinin və duzdan xam mal kimi istifadə edən istehsal müəssisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun Muxtar Respublikaya gətirilməsini nəzarətdə saxlayır.